İsa ibn Məryəm, Allahın salamı ona olsun, buyurdu. Ey həvarilər, mənim sizdən bir xahişim var. Onlar dedilər, ey Ruhullah, istəyini de. O qalxıb ayaqlarını yudu. Həvarilər dedilər, biz bu işə daha layiq idik, ey Ruhullah. O cavab verdi, həqiqətən qulluq etmək üçün insanların arasında ən layiqli olan alimdir. Mən belə təvəzzükarlıq etdim ki, məndən sonra cəmaatın arasında mənim sizə etdiyim kimi təvəzzükarlıq eləyəsiz. Sonra İsa əleyhissalam buyurdu, hikmət təkəbbürlüklə deyil, təvəzzükarlıqla olur. Həmçinin toxum da beləcə bağda deyil, düzənlikdə bitir. Möminlərin əmiri Əli əleyhissalam deyirdi, ey elm axtaran, alimin 3 əlaməti var. Elm, helm və susmaq. Ağam, bəs yalançının əlamətləri var? Bəli. Əli əleyhissalam buyurdu. Yalançının da 3 əlaməti var. Ona nəsihət edənlə mübahisə edər, bilmədiyini danışar və əl çatmaz olana girişər. Mənim ağam, alimin şagirdin boynundakı haqqı nədir? Möminlərin əmiri Allahın salamı ona olsun buyurdu. Alimin haqqı odur ki, ona sual verməkdə həddini aşmayasan, paltarından yapışmayasan. Onun yanına gəlib, onu cəmaatla birlikdə görsən, onların hamısına salam ver, sonra ona ayrıca salam ver və onun qarşısında otur. Arxasında oturma, göz vurub əlinlə işarə etmə və onun sözünə əks olaraq filan kəs belə dedi, filan kəs bu cür dedi deyib, sözü çox uzatma. Onun yanında çox qalmağınla onu incitmə. Alimin məsəli xurma ağacı kimidir. Gözləyirsən ki, meyvəsi yetişib özü düşsün. Helm göstərənin savabı oruç tutub, namaz qılıb, Allah yolunda cihad edənin savabından çoxdur.